Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibinat tahirinel masuminel mukerremin siyumel hucceh beqiyetillah fil aradin ruhi ve ervahul alemin li turabi maqdamihil fida ve la'netullah ala a'daihim ecma'in minel ana ila qiyam yevmiddin. Euzu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefqahu qavli. Muharrem ayının birinci günü Allah'ın lütfiyle bugündən bizim məclislərimiz başlanır. Allah qismət eləsə inşallah Muharrem ayının 10'una Aşuraya qədər hər axşam bu qaydada məsciddə məclislərimiz davam edəcək. Ən çətin məsələ mənim üçün mövzu seçimidir və bir çox mövzuları mən nəzərdən keçirdim ki, bu 10 gün ərzində danışım. Hesab edirəm ki, il ərzində qiymətli söz çatdırmaq üçün ən münasib fürsət bu 10 gecədir. Bu 10 gecənin bir irfani mahiyyəti var. Bu 10 gecə bir meyracdır, mərhələli seyirdir. Biz bir yerdə İmam Hüseynin vasitəsi ilə Allaha doğru gedirik. Burada əldə olunan zirvə, mənəvi ucalıq mənim əqidəmə görə heç bir yerdə əldə oluna bilməz. Ona görə də bu 10 gecəni bizə xüsusi tapşırıblar. İlk məclisdə dua edirəm ki, Allah bu 10 gecənin feyzindən bizi binəsib eləməsin inşallah. Bu mövzuya ad da qoya bilmirəm. İndiyə qədər danışdığım, müxtəlif münasibətlərlə danışdığım mövzuları bir qədər ümumiləşdirmək istəyirəm. Və bu mövzunun sizə tanış hissələri ola bilər, amma əmin olun ki, bu sizin üçün təkrar söhbət deyil. Təkrar deyil, bu bir qədər fərqli yöndən indiyə qədər danışdıqlarımıza baxışdır. Fərqli deyəndə ki, daha dərin yöndən, dərin şəkildə o danışdıqlarımızın incələnməsidir. İnsan öz həyatına, öz yaşayışına məqsəd olaraq, hədəf olaraq nəyi seçməlidir? Elə bir hədəf ki, işləməyinin, oxumağının, ibadətinin, dincəlməyinin, hər bir şeyin hədəfi olsun, bir vahid hədəf, bir vahid məqsəd. Necə bir hədəf seçməlidir ki, həm hərəkətinin, həm sükutunun hədəfi olsun, məqsəd olsun. İnsanın hədəf nöqtəsi çox mühüm məsələdir, olduqca mühümdir. İnsan o nöqtədən enerji alır, o nöqtədən qaynaqlanır. O hədəf dəqiq və düzgün seçilsə, qəlbə fərəh gətirir, insanı həyəcana gətirir. İnsanı özünə doğru cəzb eləyir, həyatını mənalandırır, gözəlləşdirir. Hədəfin düzgün seçimi insana çox təsir göstərir. Həyat amalı, həyat məqsədi, son hədəf nöqtəsi. Bəzən biz bu məqsədi, hədəfi soyuq və sönük terminlərlə ifadə edirik. Yaşayış hədəfini ümumi cəmaata doğma olmayan,
hərarət yaratmayan soyuq sözlərdən, terminlərdən istifadə edib yaradılış hədəfi təyin edir insanlara. Və bu bizə zərbə vurur, insanlara zərbə vurur. Hədəf seçimi çox mühüm məsələdir. Hədəf insana həm də yolu göstərə bilir. Hədəfin belə bir qəribəliyi var. Hədəf təkcə şövq, həyəcan, stimul yaratmır. Eyni zamanda yolu da göstərir adama. Sən zahirən məqsədi seçmirsən. Deyə bilərsən ki, məqsədi seçmişəm, yolu başqa cür öyrənim. Yox, məqsəd özü sənə yolu aydınlaşdırır. Məqsəd düz seçildikdə. Məqsəd düz seçildikdə ona çatma yolu da aydın olur insana. Təəssüflər olsun ki, hədəf seçimində düzgün ədəbiyyatdan, düzgün terminologiyadan istifadə etmirik. Çoxu hədəf haqqında ümumiyyətlə düşünmür. Halbuki hədəf düz seçilsə, hədəf haqqında düşünmək belə ləzzət eləyir adama. Hədəf elə bir şeydir ki, düz seçilsə, onun haqqında düşünmək insana ən ali ləzzətləri yaşadır. Heç nə oturub məqsəd haqqında düşünür, yaşayış məqsədi. Onda bir həyəcan, bir keyf, bir ləzzət yaranır ki, bu düşünməyin nəticəsində heç bir şeydən o ləzzəti ala bilmir. Hədəfi biz düzgün seçməsək, ona çox diqqət etməsək, hey ləzzət axtaracaq başqa yerlərdə. Onda bizim həyatımız haçalanacaq. Bizim üçün həyat iki hissəyə bölünəcək. Bir iş, ibadət, təhsil, məşəqqətli hissə, bir əyləncə hissəsi, ləzzət hissəsi. Halbuki insan nəfəs almaqdan belə ləzzət almalıdır. Belə deyilsə nəsə düz deyil. İnsanın həyatında bir əyləncə hissəsi, bir məşəqqətli, ağrılı bir hissə olmamalıdır. Bəli, insan əylənməlidir, dincəlməlidir, amma onun dincəlməyi, əylənməyi qədər ibadəti, təhsili, işi, yatmağı, durmağı, ünsiyyəti, hər şey ləzzət verməlidir insana. Hər şeydən insan o şövqü, o ləzzəti almalıdır. Böyük söhbətdir bəlkə də, amma böyük söhbətlərin yeridir bu məclis. Burada da danışmayıb, harada danışaq? İnsan ona ayrılan ömrün hər anından ləzzət almırsa, nəyisə düz deyil. Bunu yadda saxlayın. İnsan budur, bilirsiniz, insan budur ki, an keçdikcə, nəfəs alıb verdikcə ləzzəti artsın. Allah bundan başqa bir şey üçün bizi yaratmayıb. Hər nə də istəyib, buna görə istəyib, özümüzə görə. Hər nə deyibsə bizə. Biz hədəfi düz müəyyən etməməyimizə görə hey yoruluruq, usanırıq, bezirik. Hədəf düz olsa insan yorulmaz. Təsəvvür edirsiniz, insan yorulmaz. Bəli, insan yorulmamalıdır. Fiziki hansısa xüsusiyyətlər ola bilər. Adam ayağı ağrıyır, yorulur, amma ruhən yorulmaz. Amma nəsə baş verir ki, biz bəzən dindarların çöhrəsində yorğunluq əlamətləri görürük. Sanki ibadətlərindən, getdikləri yoldan yorğun olub can dərdi yol gedirlər. Bu ən böyük həqarətdir. Yaradılışa hörmətsizliyidir. Xilqətə hörmətsizliyidir. Bu var olmağa görə şükrün əda edilməməsidir, naşükürlüdür, nankörlüqdür. Hədəf düz olsa insan yorulmaz. Hədəf düz seçilsə insanın enerjisi israf olmaz. Hədəf insana qüdrət verir, hədəf insana ləzzət verir, hədəf insana həyəcan verir. İnsanın fikrini itiləşdirir, fokuslayır bir mərkəzə, fikir dağınıqlığından xilas edir insanı, aramlıq verir insana, həm aram eləyir, həm həyəcan gətirir. Hədəf düz seçiləndə elə düz seçilməsi həyatın keyfiyyətini tam dəyişir. Biz ya hədəfi düz seçmirik,
yaxud da hədəfin ifadə olunmasında səhv sözlərdən istifadə edirik. Düzgün ifadə etmirik hədəfi. Məsələn, biz kamala çatmaq üçün yaranmışıq, çox yayılmış bir fikirdir. O kamal kimdir, nədir, harada yaşayır, nədən ibarətdir, mahiyyəti nədir, bilinmir. Çox da soyuq bir ifadədir. Quranda işlənməyib, hədislərdə də bəli, işarə olunub ona. Amma insan həyatının məqsədini kamala çatmaq kimi ifadə edəndə cümlə bitəndə adam yorulur. Cavan uşağa deyilən, sən kamala çatmalısan. Deyir, xahiş edirəm, mən kamala falana çatmaq istəmirəm. Mən istəyirəm, mənə ayrılan ömrü keyflə, ləzzətlə yaşayayım. Nə kamal? Yorucu şəkildə elə ədəbiyyatdan istifadə edirik ki, insanları soyuduruq. Bu sözün nə bir həyəcanı var, nə bir cazibəsi var. Bir sözdür, pis söz deyil. Kamal, kamillik yaxşı sözdür. Kim deyir, pis sözdür. Amma biraz soyuq sözdür. Yaxud deyirik ki, məqsəd xoşbəxtliyimizdir bizim. İndi 10 dənə filosof gətir, başa salsın xoşbəxtlik nədir? Bu deyəcək, mənim xoşbəxtliyim budur, bu deyəcək, mənim xoşbəxtliyim budur. Mən necə cəzb olunum? Məni nə cəzb eləyə bilir? Qurbətən ilə Allahdır məqsəd, düppədüz. Amma bunu da yaxşı demirik. Qurbətən ilə Allah biraz doğma deyil cəmaata. Doğma gəlmir. Aşiqanə münasibət qurmaq biraz çətindir bu hədəflərlə. Hədəfi seçməyin ən pis növü hansıdır? Bunu da deyim. Ən pis ifadə bax budur ki, biz bədbəxt olmayaq, bədbəxtlikdən qaçaq. Çox vaxt dini belə təqdim edirik, yaşayışın məqsədini belə təqdim edirik. Əvvəlkilərin atasına rəhmət, genə indi dediklərimin. Orada xoşbəxtlik vardı, kamal var idi. Burada isə bədbəxtliyin o ağır məna yükü gəlir, insanı qorxudur, stresə salır. Hədəfin nədir? Bədbəxtlikdən qaçmaq, məsələn. Analar da belə səhv tərbiyə verir bəzən uşaqdır ki, ay uşaq, dərs oxu ki, bədbəxt olmayasan. Gör, motivasiyaya bax. Dərs oxu ki, bədbəxt olmayasan. Elə bədbəxt elədi bu sözlə uşağı. Əlaçı da olsa bədbəxt elədi. Bir uşaq ki, dərs oxuyur ki, məsələn, deyir, süpürgəsi olmayasan, onun əldə elədiyin nəticənin nə faydası onun? Həyatına nə istilik gətirəcək? Hərçənd ki, insanın süpürgəsi olması, ki, dəfələrlə bunu demişəm, nə olması onun insanlığına xələl gətirməz. Hədəfi düzgün olan o qədər sadə nalbənd var ki, insanlığa, alimlərə insanlıq dərsi keçib. Ona yaxınlaşanda onun ləzzətindən bihuş olub adamlar. Ona yaxınlaşanda biz qismət oldu Kərbəlada onu ziyarət elədik. Bu hədəf deyil, bu nədənsə qaçmaqdır. Bir ömür fəraridir bu adam. Biz nədənsə qaçmaq üçün yox, nəyəsə doğru qaçmaq üçün yaranmış. Bir var nədənsə qaçasan, bir var nəyəsə doğru şövqlə hərəkət eləyəsən. Nədənsə qaçmaq üçün yox, nəyəsə doğru hərəkət etmək üçün. İşləyir fəqirlikdən qaçsın, bu adam bütün günü fəraridir. İşləyir fəqirlikdən qaçsın, oxuyur hörmətsizlikdən qaçsın. Diplom olanların hörməti var. Bəndəliyində də cəhənnəmdən qaçır bir ömür. Desən cəhənnəm yoxdur, 2 rükət namaz qılmaz. Bir namaz ki, ancaq bu idarə edir o namazı. Stimul budur, motivasiyası budur. Çünki həyəcan yoxdur bu məqsədlərin heç birində. Bəli, Quranda cəhənnəm ayələri var. Əzab da olacaq. Ondan da uzaqlaşmaq, diqqət lazımdır. Çəkinmək lazımdır, amma hədəf bu deyil. Hədəf cəhənnəmdən qaçmaq deyil. İnsan üçün hədəf bu deyil. Cazibəli nöqtə deyil bu. Əl-hubbu əfzəlu minəl-xavf. Hədis buyurur ki, eşq, məhəbbət qorxudan üstündür.
Bir şeydən qorxub əməl eləməkdən daha yaxşıdır bir şeyi sevib əməl eləyəsən. Bunlar fərqli şeylərdir. Bu 10 gün ərzində mən bilmirəm, hələ inanın sabahki söhbət hələ müəyyən eləməmişəm. Amma çalışacağıq ki, bu mövzulara o yan bu yandan toxunaq, bəlkə də ömrümüzün axırıncı məhərrəmidir, özüm vanıma deyirəm, bəlkə də məsələn qismət olacaq, olmayacaq. Lazım olan sözləri bu 10 gün ərzində, 10 gecədə danışaq. Hədəfə vaxt ayıraq, hədəf haqqında bir yerdə bu gecələrdə düşünək. Uşaqlarımıza hədəfləri sevdirək, məqsədi sevdirək. Müasir dövrdə xüsusilə hədəf düz seçilməsə, işimiz hər sahədə ləngiyəcək, iqtisadi, maddi sahədən tutmuş mənəvi mövzulara qədər. Təəssüf ki, bizim mədəniyyətimizdə cılız məqsəd seçmək var, bu bizim bir bəlamızdır. İşimizi çətinləşdirən məsələlərdən biri də budur. Bir xalq ancaq özünə nicat vermək istəyirsə, o xalq bədbəxt olar. Bir xalqın, məncə, hər bir xalqın missiyası bəşəriyyətə nicat vermək olmalıdır. Xaricdən də bizim, bəzən görürsən o sosial şəbəkələrdə, bizi cılız göstərən, bizi ancaq eyblərimizi qabardan, özümüzə bədbin eləyən təbliğat da gedir bəziləri. Bunu məqsəd yönlü şəkildə aparır. Negativi qabartmaqla ümumiyyətlə ümidsiz eləyir. Bu çox böyük bir xəyanətdir. Hər bir burada oturan gəncə xitabən deyirəm ki, bax, indi ömrünüzün gənc vaxtıdır da əvvəlidir. Allah ömrünüzü uzun eləsin. Çalışın ki, hər biriniz bəşəriyyətə nicat vermək məqsədi qoyun qarşınıza. Bu böyük gürültülü cümlə deyil. Mənim elə bir halım da yoxdur ki, burada gürültülü, pafoslu sözlər danışım sizin üçün. Qətiyyən belə deyil. Mənim dindən öyrəndiyimdir bu. Bəşəriyyətə nicat vermək, bəşəriyyətə xidmət eləmək niyyətini tutun, nəticədə özünüz də onsuz da bəhrələnəcək, xalqınız da bəhrələnəcək, cəmiyyətimiz də bəhrələnəcək. Hədəfi böyüdün, görün əməl necə keyfiyyətcə dəyişir. Qəribə bir şeydir. Bir əməli, bir hədəf üçün eləyirsən, təsiri bir qədərdir. Böyük hədəfə bağlayanda o həmin əməlin təsiri daha çox olur. Hədəf gəlir əməlin təsirinə sirayət eləyir və gücləndirir. Qlobal düşüncəyə dəvət edirəm sizi bu məhərrəmin 10 günlüyündə. Bizim ki, məhdəviyyət inancımız var. Gecə-gündüz deyirik, ilahi zuhuru tezləşdir, bu duanı eləyirik hər gün. Bu o deməkdir ki, qlobal düşüncəyə sahib olun. Məhdəviyyət bu deməkdir. Məhdəviyyət yəni bütün bəşəriyyətin xoşbəxtliyini düşün. Böyük ol. Özünün, öz ailövün, öz cəmiyyətin yox, bütün bəşəriyyətin xoşbəxtliyini düşün. Bəli, azdan başlayaq əməldə. Tədricən gedək əməldə, amma hədəfi ən yüksək seç. Bir alimin barəsində görmüşdüm, Kəmərəyi idi adı səhv eləmirəmsə, deyir, dünyasını dəyişəndə dedi ki, qorxuram Allaha nə cavab verəcəm. Dedilər, niyə görə, nədən qorxursan? Dedi ki, qərbdə, şərqdə, Yaponiyada, Avropada, hardasa müsəlman olmayan adamlar varsa, onun məsuliyyətini mən də daşıyıram. Mənə deyəcəklər ki, niyə tanıtdırmadın? Bu düşüncə də insan olur. Bütün hamının yükünü öz üzərində hiss eləyə. Hamıya xidməti özünə vəzifə hesab eləyə. Sən hədəfi böyük seç, işlərin də düzələcək. Xırda şeylər də onsuz da həll olacaq. Bəsdir biz müdafiə mövqeyində dayandıq. Danışanlara baxın, din adından danışanlara. Hamısı ittihamlara cavab verməklə məşğuldur. Söz sənin deyə dünya diqqət kəsilib, söz axtarır. Söz tükənib, söz tükənib. Söz sənindir. Sən xitab elə bəşəriyyətə deyəcək sözün çoxdur. Sən deyə bilərsən, indi sakit dayanım, mən danışım. Sən bunu deyə bilərsən. Sən oturmuşsan, ancaq ittihamları cavablandırırsan. Yox, biz sülh deyilik, yox, biz terrorist deyilik, yox, biz falan deyilik. Oradan, buradan cılız-cılız ittihamlar bizdə ancaq müdafiə mövqeyində dayanaq.
Hansı ağlı başında olan adam dini terrorla gətirib eyniləşdirə bilər? Sən bir alternativ təqdim elədin, mən bəşəriyyəti sülhə çıxartmaq üçün çalışıram, təməlli sülhə. Sülh balaca bir məsələdir. Biz elə bir müstəviyə insanlığı qaldırmaq istəyirik ki, sülh avtomatik təmin olur. Orada qarışqaya da zülm olunmur. Mən tərəfdaram ki, bu 10 günü hansı məsciddə danışan ruhani varsa bəşəriyyətə xitab eləsin, danışsın. İnsanlığa xitab eləsin, danışsın. Baxmasın balaca bir məsciddə danışır. Auditoriyası balacadır. Baxmasın bir ev məclisində, bir evdə oturub danışır. Bəşəriyyətə müraciət eləsin, insanlığa müraciət eləsin. Universal fikirlər səsləndirsin. Bütün insanlara doğma olan fikirlər. Əsərlərimiz belə olsun, filmlərimiz belə olsun, dillər Azərbaycan filmi bəziləri tənqid edildi, biləcərdən o yana çıxa bilmir. İdeyanı elə seç ki, aktual olsun, ancaq ləhcə üzərində, ancaq məhəlli məsələlər üzərində qurulmasın, universal bir ideya olsun ki, bütün insanlar onu şövqlə görə bilsin. Filmimiz bunu hədəfləsin, incəsənətimiz, mədəniyyətimiz bunu hədəfləsin. Kiçik düşünürük, çox pisdir bu. İmam Zamanı tanıyaq yox, İmam Zamanı tanıtdıraq. Bəşəriyyətə onun kim olduğunu anladaq, insanlığa. Kərbəlanın ümumbəşəri mesajlarına. Zaman çatıb ki, gələk çataq. Teşnədir insanlar bu dəyərlərə ki, bizim əlimizdə məhv olur, gedir, hədər olur, gedir. Bu təkcə İbn Ziyad, Ömər Səd, Yezid filan tarix kontekstində olan bir dava deyil. Bu universal, bütün bəşəriyyət üçün günü-gündən aktuallığı artan mesajlar toplusudur. Nə deyim sənə? Bir ölmüş bəşəriyyəti dirildə biləcək gücdə olan bir hadisədir, sözün əsl mənasında. Bunun müraciəti, bunun təhlili də bu müstəvidə olmalıdır. Təhlili bu müstəvidə olmalıdır. Hüseynə bəşəriyyət ehtiyaclıdır. Yadınızdadır, Qədirxumda dedim, cəmaat soruşsa ki, Qədir nədir? Bu bəşəriyyətin xoşbəxtliyinin başlanğıcıdır. Qədiri biz gətirib məzhəblər arası mövzuya çevirmişik. Ancaq məzhəblər arası kontekstdə bunu araşdırırıq, sübut edirik kimlərəsə nəysə, dünyaya da heç kəsə maraqlı deyil, qoy başların qaçsınlar bundan. Bizim danışdığımız ən ali söhbətlər budur. Amma vilayət bir sistem olaraq dünyaya maraqlı ola bilər. Qədir bu müstəvidə tanıtdırılsın. Hədəf seçimi çox mühümdür, çox mühümdür. Uşaq ixtisas seçir evdə, körpə uşaqdır, məktəblidir. Məsələn, ya universitetə hazırlaşır. Ona demək ki, bunları öyrən ki, sabah dəqiq icra eləyəsən. Bunu demək bədbəxt eləməkdir uşağı. Gəlin başqa tərzdə danışaq uşaqlarla. Denən ki, bu nəzəriyyələri öyrən ki, bunları dəyişdirəsən. Nəzəriyyə yaradasan. Tip sahəsini oxumursan, tip sahəsini oxuyub ona yaxşı həkim olmaq yox. Tip sahəsinə yeni nəzəriyyə gətirəsən. Hər birimiz ailəmizdə uşağa bunu deyək. Yeni nəzəriyyə gətirəsən. Tibb elmi oxu ki, dəyişdirəsən. Təqlid, təkrar yox. Bir alimdən eşitmişdim, dedi, ölüm olsun təkrara. Elə şövqlə bunu deyir ki, ölüm olsun təkrara. Alim o deyil, keçmişdəkilərin dediyini əzbərləsin. Din sahəsi də belədir. Çıxmısan bir söz danış, yeni bir söz danış. Alimliyin meyarı budur. Lənət olsun durğunluğa, ölüm olsun bu təkrarçılığa. 5 alasan, qiymət dərs oxu, 5 alasan. 5 rəqəmi qədərdir bunun fəaliyyətinin dəyəri. Deyilən, oxu ki, insanlığa nicat verəsən. Oxu ki, zirvəyə qalxasan. 5-də düzələcək o. Prosesdə 5 onu heç düşündürməyəcək o. Avtomatik düzələcəkdir. O hədəf üçün oxuyan 5 nə var almağa? 5 onun üçün hədəf deyil. Ancaq pisliklərin əleyhinə danışmayaq. Pisliyi hamı bilir pisliyi. Cılız yaxşılıqların əleyhinə danışaq.
Yaxşılıq da amma cılızdır. Cılız məqsədlərin əleyhinə danışaq. Qərbin fəsadını tənqid eləyəndə mən deyirəm, gəlin onun yaxşı sayılan şeylərini tənqid eləyək. Fəsadı ki, aydın məsələdir. Bugün dünyada bəzi güclər var ki, təkcə fəsada pul xərcləmirlər, fəsadın yayılmasına, həm də minimum əxlaqın yayılmasına küllü miqdarda pul xərcləyirlər. Cılız əxlaqın. Sən göylərdə seyr eləməlisən, insan bilirsiniz, hara gedib çıxmalısan, yoxsa oğurluq eləmə, yaxşılıq elə. Budur insan. Oğurluq eləmə, nəhayət söz budur. Buna din lazım deyil ki, cəmaata deyəndə oğurluq eləmə, deyir, buna din lazım deyil, biraz vicdan bəsdir. Din vicdanın canişini deyil. Kimdə vicdan yoxdur, dinlə qorxudaq, belə deyil. O şeylər çoxdur ki, o qədər şeylər var ki, din adından onu maksimum hədəf kimi müəyyən eləyirik, deyirlər ki, onu elə vicdan da deyir bizə. Ehtiyac yoxdur bunun üçün dinə. Din insanı meyraca səsləyir, cazibəli bir hədəfə doğru səsləyir. Hədəf haqqında danışaraq qismət olsa, amma hamıya bəllidir də insana həyəcan gətirəcək nəhayət nöqtə Allahda seyr eləməkdir. Allahla bütövləşməkdir. Bunu düzgün təqdim eləyək. Qurbətən, biz Allaha yaxınlaşmaq üçün yaranmışıq, yox. Denən bu yaxınlaşmağın cilvələri nədir? Şura, həyəcana gətir insanları. Allah qismət eləsə sabah davamında, bilmirəm, danışarıq inşallah hədəf haqqında. Amma hədəfi seçdikdən sonra, vaxtımız da azdır, namaz ki, gecə olub. İstəmirəm çox gecəyə məclis qalsın. Həm cəmaat mənə yazır ki, gedib çatmaq istəyirik evə, qadınlar var, xanımlar var, həm gecəyəcən də cəmaata da narahatçılıq eləməyək deyə istəyirəm, biraz yığcam olsun deyə, amma bu da bir fürsətdir. Ona görə çalışıram ki, çox da hər mövzunun üzərində dayanmayım. Hərəsi ayrıca bir 10 günlük mövzusudur, inanın. Yığcam danışıram sizə. Hədəfi seçdikdən sonra nə etməliyik? Müqəddiməsiz birbaşa buna keçirəm. Birbaşa desək, hədəf seçildikdən sonra dərhal əmələ başlamaq lazımdır. Dərhal əmələ başlamaq lazımdır. Gərək biz burada əməli imanla müqayisə eləyək, əməli təfəkkürlə müqayisə eləyək, əməli elmlə müqayisə eləyək. Kimdən soruşsun, əməl nə qədər mühümdür, hamı deyəcək, çox mühümdür. Amma əməli imanla, əməli təfəkkürlə, elmlə müqayisədə görürsən ki, səhv nəticələrə gəlib çıxırıq, səhv yerlərə gedib çıxırıq. Bizim bu mövzuda çox səhvlərimiz var. Mən bugün istəyirəm ciddi bir səhvi həll eləyək. Şuurlara oturuşmuş ciddi bir səhvi. Biz əməl haqda belə düşünürük ki, əməl elm və imanın meyvəsidir. Həmişə belə deyirik. Deyirik ki, elm və iman artmalıdır ki, əməl düzəlsin, əməl bar versin. Bu səhv düşüncədir. Kökündən səhv düşüncədir. Biz iman və elmin artmasından çox, əməlin çoxalmasına əmələ dəvət etməli insanı. Əsaslandırmağa çalışacağım. Bəziləri deyir ki, biz imanı artıraq, elmini artıraq, adamın əməl avtomatik düzələcək. Belə deyil. Alınmır, bunu artırmağın yolu yoxdur. Əvvəlcədən deyim ki, söhbətimdən səhv nəticələr də çıxa biləcək. Su-istifadələr də olacaq, nəsə səhv başa düşülə biləcək. Amma mən neyniyim? Bəzən mən elə danışır ki, səhv olmasın. Deyirəm, Allah Quranda danışır, səhv başa düşürlər. Ayəni ələm eləyir, əleyhissalamdan vuruşur. Mən yazıq neyniyim ki, tam sığortalıyım ki, sözümdən su-istifadə edilməsin. Bu mümkünsüz bir şeydir. Biri əməl eləmir, dərhal deyirik ki, imanı azdır. Biri əməl eləmir, dərhal deyirik, cahildir. Biri əməl eləmir, tez çalışırıq, elmlə yükləyək onu, bildiklərimizi ötürək ona. Elə bir həll olunacaq. Biri əməl eləmir, deyirik, qorxusazdır. Biri əməl eləmir, deyirik, qiyamətə inanmır. Bəli, müəyyən qədər əməl, elmin və imanın nəticəsi sayıla bilər. Amma mənası bu deyil ki, əməldə nöqsan görən kimi qaçaq elmi artıraq. Bu düz deyil. Bunu düzgün qəbul eləmirəm. Və ya imansız deyək. Gəlin bunun imanını artıraq. Necə artıraq? Əlimizi qoyaq sinəsinə deyək, iman art. Artmır.
Qorx Allahdan. Qorx Allahdan. Bunu təkrar eləməklə qorxur, qorxmur. Biz əməlin artması üçün adamları elmlə yükləməyə çalışırıq, məlumatını artırmağa çalışırıq. O da elmin yükü altında qalır, məhv olur, həlak olur. Elmin gücü var, amma çox şişirtmişik, bir həddə qədərdir. Gücü bir həddə qədərdir. Adamları ancaq öyrətməklə həll eləmək olmur, düzəlmir. Ən böyük səhvlərimizdən biri budur ki, elə düşünürük ki, elmimiz artsa, elmimizin daha doğrusu təsir əməldən çoxdur. Belə düşünürük. Kim deyib sizə ki, həmişə elm əvvəldə gəlir? Səhv deyib sizə. Elm həmişə əvvəldə gəlmir. Bir qədər bildi. Əmələ təkid elə. Gör nə nəticə verir. Bir çox hallarda adama tutum lazımdır ki, ona nəyisə öyrədəsən və düz qavrasın. O tutumu verə bilmirik, diri öyrədirik ona, o tutumu yoxdur axı onun. Bu tutumu nə yaradır əməl? Bunun ruhunda hazırlıq olmalıdır, elmi qəbul eləməyə, qavramağa. Bildiyinin ona təsir eləməsi üçün tutum lazımdır. Tutumu nə yaradır? Rəftar yaradır, davranış yaradır. Kim deyir ki, mütləq həmişə elm əvvəldə gəlir, səhv deyir. Birinin əməlini düzəltmək üçün deyirik, imanını artır, aşiqlik dərsi keçirik, yanlış şeydir. Mən izah eləyəcəm, aydın olacaq, inşallah sual yeri qalmayacaq. Deyəcəm nəyi nəzərdə tuturam. Qurana bir dənə baxın siz Allah. İmanınızı artırın tövsiyəsi çox azdır Quranda. Qurana bir dənə baxın, hətta çox elmlənin tövsiyəsi də azdır. Qurana baxın, Quranda əməl edin tövsiyəsi hər şeydən çoxdur. Deyir, belə elə, elə elə, bunu elə, bunu eləmə, bunun hamısını deyir insana. Düz başa düşün, xahiş edirəm. Əsas imandır, şübhəsiz, amma imanın artma mexanizmini düzgün təyin eləməmiş. Düzgün müəyyən eləməmiş. Dəlil Qurani Kərim. Fəmən kənə yərcu liqaə rabbihi. Kim Allahın görüşünə hədəfdir da bu. Görüş hədəfdir. Allahın görüşü. Kim Allahın görüşünə ümidvardırsa, neynəsin? Fəlyə'məl əmələn salihən. Ümid hələ ümid. Yəqini yoxdur bunun. Deyir, bəlkə Allah var. Bəlkə qiyamət var. Bu mərhələdədir. Deyir, eybi yoxdur. Elə bu mərhələdə vadar eləmələ. Başlasın əməl eləməyə. Allah bu qədər təkid edir əmələ. Biz elə bilirik ki, əməl ancaq buxar kimidir. Su gərək qaynasın ki, buxar çıxsın. İman da o sudur, bu qaynamadır. Qaynama hal olmasa buxar çıxmayacaq. Bu səhv müqayisədir. Deyirsən, niyə görə gecə namazı qılmırsan? Deyir, əşki, mən hələ imanım zəifdir. İmanın zəifdir, gözləmə artsın gecə namazı qılasan. Qıl ki artsın. Qıl ki artsın. Sən filan işi niyə görə görürsən? Filan işi niyə görə görmürsən? Deyir, mən hələ tam təhlil eləməmişəm bunu. Gündə 100 dənə iş görür. Hər tərəfli təhlil eləmir. Dinə gəlib çatanda hər tərəfli hələ təhlil eləməmişəm. Gündə 100 dənə iş görür, yarı-yarımçıq mülahizələr əsasında. Yarı-yarımçıq mülahizələr əsasında. Dinə gəlib çatanda hamı olur filosof. Yox, mən hər tərəfli bu məsələni hər tərəfli məni qane etməsə, mən demirəm, kör-körana əməl eləyək. Yox, az məlumatla bildinsə bu yaxşı işdir, başla eləməyə. Mən yox, hər tərəfli, tam mən qane olum. Yox, əməl prosesində sirri açılacaq sənə. O sirri əməl açacaq sənin üçün. Bildin? Bildin ki, lazımlı işdir başda görməyə, proses özü səni o əməlin sirlərindən əməl özü agah eləyəcək. Kitab yox. Bax, bunu başa salmaq istəyirəm. Kitab agah eləməyəcək. Hər işi görür vaxtında. Namazı niyə vaxtında qılmırsan? Mən arif deyiləm ya hələ. Nə oldu burada düşdü, ariflik damarını tutdu?
Qardaş, hər işi dəqiq görürsən, namazı vaxtında qıl. Arif olmağı gözləmə. Namazı vaxtında qıl, vəssalam. Praktiki, məcbur elə özünü. Məcbur elə, vaxtlar elə özü namazı vaxtında qıl. Praktiki hala gətir dini. Bilsəniz nə qədər mühüm mövzudur. Allah mənə ömür versin, sizə də ömür versin. Sabahda birisi gündə bu mövzunun əhəmiyyətini açım, sonra məni dua eləyəsiniz. İmam Hüseyin məclisində. Hələ yox, hələ tələsməyin. Aça bilsəm dua eləyərsin. Allah qismət eləsin. Nə vaxt mən aşıq olsam, nə vaxt mən hazır deyiləm deyə. Adam var, 40 yaşı var, namaz qılır, hazır deyiləm. Haçan hazır olacaq? Qəbrin içində, onda deyəcək, hazıram ki, onda da mənası yoxdur. Bu yanaşma səhvdir. Əməlin nisbəti çox incədir imanla, bilirsiniz, elmlə. İman bir kökdür, belə qəbul edək. O kökün budaqları əməldimi deyim, necə müqayisə aparım? Ona verilən su elmdir. Suyu verirsən, amma bu budaq gərək havadan enerji alsın, həm işıq çatsın ona, həm hava çatsın ki, bu budaq kökü möhkəmləndirsin. Əməl bax belədir. Az elmlə başla, az imanla başla, gözləmə nəyəsə, başla fəaliyyətə başla. Fəaliyyətə başla, aktiv insan ol. Əməl elə, yorulmadan, cavandır görsən, elə oturub, mənim imanım belə, oturub o nəzəri bəhsləri danışır. Başla fəaliyyətə. Bir zərrə imanla, bir zərrə elmlə başla. Yox, bütün tərəflərini bilməliyəm, yox. Mən yenə deyirəm, kör-köranəliyə dəvət eləmirəm. Bəzi şeylər var, aydındır da, qısa şəkildə aydındır. Başla onu eləməyə. İnsan bilməklə aşıq olmur, yadda saxlayın. Bax, bu cümləni yadda saxlayın. Xahiş edirəm sizdən, bu cümləmi yadda saxlayın. Əməl bildiklərimizi imana çevirən bir amildir. Əməl bildiklərimizi imanımıza çevirən bir əməliyyatdır. Bildiklərimizə əməl etdikcə inanmağa başlayırıq. Bildiklərimizə əməl etdikcə. Əməl inandırır insanı. Əməlin təsiri elmdən çoxdur. Adam, Allah deyir ki, yəhdi mən yəşə, yuzillu mən yəşə. Allah istədiyini hidayət edir, istədiyini azdırır. Amma buyurur ki, əl-ləzinə cahədu fina lənəhdiyənnəhum subulana. Amma bizim yolumuzda çalışanları hidayət edir. Burada qətidir. Fikir verin. Belə deyir, baxaq görək, özüm bilirəm mən kimi hidayət edir. Amma deyir, kim ki başladı səy eləməyə, çalışmağa, onu öz yolumuza hidayət edir. Əməl nəticə verəcək, mütləq verəcək. Əməl sevgi yaradır. Mən bir dənə misal deyim sizə, ünsiyyət misalı. Bir küçədən hamımızın başına gələ bilər. Gənclik dövrümüzdə, məktəbli dövrdə bir küçədən gedirik, məktəbə gəlirik, gedirik, gəlirik. Məqsədimiz o divarları sevmək deyil. Kimsə bizə kitabdan elm verməyib ki, o divarları sevin. Divarlar gözəldir, divarları sevmək lazımdır. Belə deyən yoxdur. Nə divarları sevmək məqsədimiz var, nə divarları sevin tövsiyəmiz var, bizə kimsə bu barədə elm verməyib. Sadəcə məktəb illərində 3 il, 5 il həmin küçələrdən keçib gedirsən. Nə olursan? Olursan divarın aşıqı. Nostalji hisslər yaranır. Hərdən bir gedək o küçələrdən keçək, o divarlara qurban olum, o divarı elə vəsf eləyir, aşıq olub divara. İmkan olsa yapışar divarda qalar. Divar sevgisi ilə alışıb yanır. Nə qədər kitab, moizə, nəsihət, Allahı sevin, Peyğəmbəri sevin, Əhl-i Beyti sevin, xeyri yoxdur. Divarı sevib, divara aşıq olub. Divar hissiz bir şeydir. Bir adama bir söz deyəndə təsir eləməyəndə deyirlər ki, elə bir divara deyirsən. Hissiz bir şeyi niyə görə sevdi? Niyə görə? Çünki rəftar elədi. Hər gün keçdi yanından, heç bir elm lazım olmadı ona. Heç bir tövsiyə lazım olmadı.
Məqsəd də qoymamış. Yanından keçdi. Oldu aşiq divara. Hər gün evdən çıxanda deyən "Əssalamu aleykə ya Əba Abdullah." Keç yanından İmam Hüseynin. Deyən üzünə bax, salam ver. Bir dəfə, iki dəfə, beş. Gözləmə mərifətin çoxalsın. Salam ver. Bu salam keçib getmək divarı sevdirirdi. İmam Hüseyin nauzubillah 100 dəfə estağfurullah, divar qədər deyil sənin üçün. Deyanasan, ona salam verəsən. Adət eləyəsən ki, İmam Hüseynə salam verəsən ki, aşiq olasan. İmam Hüseynə adət eləyək ki, onu tanıyaq. Təkcə kitablarda axtarmayaq, hep tanıyaq onu. Nə ilə? Əməllə. Əməllə tanıyaq. Adət eləmək pis şeydir, deyir. Yox. Avvidu enfusakum bil xeyrat əleyhissalam deyir. Özünüzü xeyir işlərə adət etdirin. Xeyir işlərə özünüzü adət etdirin. Kitabla olmur. Sən niyə Aşura ziyarətini hər gün oxuyursan? İmam Hüseyin aşiqisən, nə qədər aşiqsən maşallah. Hər gün İmam Hüseyinə ziyarət oxuyursan. Cavab versən ki, ay qardaş, mən aşiq zat deyiləm. İstəyirəm aşiq olum deyə ziyarət Aşura oxuyuram. Bu ziyarət Aşura məni aşiq eləyə bilər. Gözləyim aşiq olacam, sonra Aşura ziyarət oxuyum, gəlməyəcək o dövr. Az məlumatım var İmam Hüseynindən, az bilirsən. Biraz da sevgim var, az. Başda ziyarət oxumağa, həm tanımını artacaq, qəribə bir şeydir əməl. Qapılar açacaq, sən kitabdan əldə eləmədiyi sənə qapı açacaq. Əməl ki, İmam Hüseyni tanıyacaqsan, həm də sevgin artacaq. Tövsiyələrdə var, 7 yaşdan uşaqlarınıza namaz qıldırın. Deyir, əşi, 7 yaşda uşaq nə başa düşür namaz nədir? Mən sual verirəm, 7 yaşda uşaq bilir ki, dərs nədir? Elmin əhəmiyyətini 7 yaşdan vadar edirsən onu dərs oxumağa, məcbur edirsən, eləməlisən də. Düzdür, kobud tərzdə yox, amma məcbur eləməlisən. Sonra 14 yaşda, yetkinlik yaşında başa düşəcək, deyəcək, çox sağ ol ata. Çox sağ ol ki, məni vadar elədin. Yox, uşaq elmin əhəmiyyətini başa düşsün, başa düşmür axı o. Onu əməllə, praktik olaraq elmə yönəlt, yavaş-yavaş elmin önəmini bilsin. İbadət də belədir, deyil, 7 yaşda gözləmə başa düşsün, başlasın, tut əlindən bir iş kimi, heç bir mənasını bilməsin. Bir iş kimi, gəl, bunun namazın vaxtıdır, qıl, get oyna, məsələn. Onda sonra görürsən, 14 yaşda onu ilə dindən danışanda artıq ruhunda zəmin var. Bunu nə yaratdı həmin o əməl? Onda mərifəti də, onda söz eşitməyə bunun qabiliyyəti var. Yoxsa bu 7 yaşdan kimlərinsə düzəltdiyi oyunları oynayacaq, min cür rəftarlar, bunun ruhu qara günə qalır, 14 yaşda götürür, gəlir mənim yanıma ki, buna nəsə təsir eləmir söz, eləməz də söz. Bunun ruhunda zəmin yaratmaq lazım idi, onu eləmədin sən. Xarab oldu bu artıq. Zəlikəl kitabu la reybə fih. Quran belə başlayır da Bəqərə surəsində, Fatihədən sonra. Zəlikəl kitabu la reybə fih. Bu elə bir kitabdır ki, onda şübhə yoxdur. Hudən lil muttəqin. Təqvalıları hidayət eləyir. Təqva dindən qabaq gəlirmiş, bəli. Bu hələ dinlə tanış deyil, bunu bir çərçivəyə sal, əməllərini, bunu əmələ vadar elə. Bunun əməlləri dinlə tanış olmasa da səbəb olacaq ki, ruhunda bir zəmin yaranacaq, hidayət olacaq. Əl-ləzinə yu'minunə bil-qeyb. Gördün, əməl əl-ləzinə yu'minunə bil-qeyb, yəni qeybə iman gətirənlər. Təqva praktikidir, əmələ aid olan məsələdir. Düzgün tərbiyə verək uşaqlara, özümüzü düzgün tərbiyə eləyək, aktiv fəaliyyətlə məşğul olaq. Əməlin təsiri çoxdur. Deyir, sədəqəni ver, uşağım versin. Deyir, uşaq sədəqənə başa düşür, qoy başa düşməsin, nur gətirəcək qəlbinə. Aparsın, versin, sonra görsən qəlbi genişlənəcək, onda sədəqənin əhəmiyyətindən bir cümlə desin, daha təsiri çox olacaq. Əməl bu qədər önəmlidir. Yox, mən gərək əxlaq kitabları oxuyum ona, uşağa həmdərdlikdən lazım deyil. Bu yaxşı bir işdir. Vadar elə onu görməyə. Yoxsa
bu qədər indiki zamanda sosial şəbəkələr, saytlar filan buna 100 dənə fikir təlqin eləyir. Sən deyirəm bu böyüsün, mən buna din başa salım, onacan xarab olur artıq. Bunu ancaq əməl qoruya bilər. Qoruyucu mexanizm ancaq əməldir. Bildiyi əməl elə, sözümü bitirirəm yavaş-yavaş. Gedin istənilən Arifin yanına, Behçətin yanına gedirlər, deyirlər, bizə nəsə öyrət. Görürsünüz nə deyir? Deyir ki, öyrətməyə ehtiyac yoxdur. Nə bilirsən, ged əməl elə. Onda qapı divar sənə müəllim olacaq. Biz elə bilirik, cəmaatı hidayət eləmək, onu elmlə yükləməkdir, xeyr. Kimin yanına getsən böyüklərin, deyəndə ki, mənə nəsə öyrət, öyrətmir. Deyir, nə bilirsən, bildiyi hələ əməl eləyirsən. Elə, görəcəksən ki, mən yox, yer, göy sənin ustadın olacaq. Hər şey sənə müəllim olacaq. Əleyhissalam buyurur, mən əmilə iştaqa. Buyurur ki, kim əməl eləsə müştaq olar. Müştaq nədir? Yəni, aşıq olar. Görürsünüz, eşqi əməl gətirir. Mən yəməl yəzdəd quvvətən. Buyurur ki, kim əməl eləsə güclü olar. Əməl özü gücləndirər. Bu məclis əməl məclisidir. Biz evdən durub bura gəlmişik. Addım-addım gəlmişik. Bu addımlar hər biri ruhumuzda zəmin yaradır ki, İmam Hüseyni tanımağa. Valla, elə bir addımın elmə təsiri yoxdur. Addım elə bil ki, qəlbi qazıyır. Gəlmişik, oturmuşuq, mən danışıram, siz də əməl edirsiniz, indi mən də, hamısı əməldir bu. Ona görə bura gələn heç kimə pis baxmayın. Ola bilər bir dənə əlini sinəsinə aparsın, nuraniləşsin, vursun səni keçsin. Həcdə deyir, kafirləri Kəbəyə qoyma. İmam Hüseyin məclisində demir. Dünənin içki içəni filan, elə sözlər danışmayın, amandır. Bu başqa bir dəstgahdır, başqa bir düzəndir. Burada kiçik əmələ böyük qiymət verirlər. Ən böyük qiymət burada verirlər. İndi görəcəksiniz də bunu. Görmüsünüz də və görəcəksiniz də. Burada əlini sinəsinə aparmaq əməldir. İmam Hüseyin deyir, vay, mənim üçün nə böyük iş gördü. Allah haqqı belə deyir. Sən deyirsən, mən neynədim axı? Sən elədiyin müqabilində mən eləmək demək olmaz buna. Burada əməl mərifət gətirir, eşq gətirir. İcazə istəyək özündən bu məclislərdə ki, ağa, icazə ver, sənin üçün bir iş görə bilim. Hayır, adama izin verilmir. İcazə versin. Allah heç kimə göstərməsin ki, İmam Hüseyin üçün iş görmək həsrəti ilə yaşasın, iş görmək imkanı olmasın. Mən bir nəfəri sizə tanıtdırım bugün, bir nəfəri sizin yaduza salın bugün ki, çox çalışdı İmam Hüseyin üçün bir iş görsün, eləyə bilmədi. Çox çalışdı İmam Hüseyin üçün bir iş görsün, eləyə bilmədi. Çox vurunuxurdu, özünü oda közə vururdu ki, İmam Hüseynə bir şey eləsin. Çox çalışdı, eləyə bilmədi. O qəribdir, müslimdir o, Müslim ibn Əqil. O qəribdir, qürbətdədir. Çalışır ki, bir kiçik iş görsün İmam Hüseyin üçün, eləyə bilmir. Kiçik bir iş istəyirəm, eləyəm ağam üçün. Allahın nə işi var bu insanlarla? Kimlərə ağız açmadı İmam Hüseynə xidmət üçün? Kimlərə ağız açmadı? Bir dənə kömək eləyin ağam üçün bu işi görüm. Heç kəs kömək eləmir. Bir şəhər qərib namərd adamın içində. Bir kömək eləyim ağama. İltimas eləyir. Nə iş görmək istəyir İmam Hüseyin üçün? Heç nə, xəbər göndərim ki, gəlməsin Kufəyə. Bu kiçik işi kim görər mənim üçün? Xəbər göndərim ki, gəlməsin Kufəyə. Ağa, gəlmə Kufəyə, bu işi necə görüm sənin üçün, bu xəbəri sənə çatdırım. Şureyh qazi ağız açır.
Şureyh Qazi ağız açır ki, bu xəbəri çatdıra bilərsən Hüseynə. O da gedir İbn Ziyada deyir. İbn Ziyad deyir, ay namərd, sənə söz demişdi. Darul İmarənin başına çıxanda ağlayır. Onu atacaqlar oradan yerə. Eləyə bilmədim, bunun üçün ağlayır. Eləyə bilmədim. Sözlə tənə vururlar, dil yarası. Nə oldu ağladım bəs? Kişi də ağlayar, müslimə deyirlər. Deyir, yox, özüm üçün yox. Mən kiməm özüm üçün ağlayayım? Mən yoxam, mən bir yoxam. Məktub göndərmişəm əmmə oğluna. Onu mən çağırmışam bu namərdlər şəhərinə. Necə eləyim, çatdırım? Eşitmişəm Rüqəyyəni də gətirir. Eşitmişəm Zeynəbi də gətirir. Necə xəbər çatdırım, gəlməsin? Nə gözəl yazıb, Allah rəhmət eləsin. Adam tapmayanda deməyə, neynədir? Adam tapmır da söz desin. Səbah küləyə deyirlər, küləyə. Görün, nə gözəl yazıb. Adam tapmayanda xəbər çatdırın Hüseynə, gəlməsin, neynədir? Üzün dolandırdı küləyə, söylə Hüseynə ey Səba, kər bu bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, dərd-ü bəlaya gəlməsin. Söylə gilən gətirməsin, Küfəyə nazlı Əkbərin. Zülm ilə qanuna batar, türcəyi müşk əmbəri. Bəlkə firəngi tək apar, cümleyi ali heydəri. Zibhi əzim üçün bugün, kuh-i minaya gəlməsin. Söylə Hüseynə ey Səba, kər bu bəlaya gəlməsin. Gəlməyə yoxdur fürsətim, qan ilə namə yazmışam. Öldürəcəkdi Müslimi, Küfədə firqeyi zülam. Qardaşının uzun qolu, görmə rəva ola qələm. Bacıları ayaq yalın, dəşti bəlaya gəlməsin. Söylə Hüseynə ey Səba, kər bu bəlaya gəlməsin. Söylə əmoğluma məni bikəsi eyləsin halal. Ərzimi bir bəbir elə, ali əbaya şərhi hal. İki açılmamış gülüm, Küfədə zar-ı dilməlal. Qaldılar Əkbər ilə ol, Qasım həraya gəlməsin. Həsrətəm ol cəmalına, ah çəkim bu sinədən. Küfədə vardı qatilin, gəlmə həzim Mədinədən. Qoyma yetim Xədicəni, ayrı ola səkinədən. Başına əl çək ağlayıb, şur-ı nəvaya gəlməsin. Söylə onun anasına, başına qara bağlasın. İki baladan ayrılıb, kövnü məkanı dağlasın. Tutsa əza Xədicədən, söylə ki gizli ağlasın. Bəlkə yetimliyin tozu mahiliqaya gəlməsin. Söylə Hüseynə ey Səba, kər bu bəlaya gəlməsin. Fatimənin kənizi bu, qissəni eylə kim tamam. Bir-birə dəydi mərd o zən, şura gəlibdi xas o am. Nohə edər bu natəvan, ruz-u şəb ağlayar müdam. Tapmasa bir dəri nicat, dar-ı bəqaya gəlməsin. Söylə Hüseynə ey Səba, kər bu bəlaya gəlməsin. Gördü əlindən heç nə gəlmir. Üzün dolandırdı Kərbəla yoluna. Əssalamu aleykə ya Əba Abdillah. Bu salamın cavabını İmam Hüseyin bilirsiniz nə vaxt verdi? Meydanda tək qalanda, gördü yanında heç kəs yoxdur. Gördü köməksizdir, adamsızdır. Gör necə şərəfləndirdi Müslümi. Tək qərib halda qalanda yanında adam yoxdur, neynədir? Üzün dolandırdı Küfə tərəfə. Ya Müslim ibn Əqil, ya Hani ibn Urvə, qumu an nəvmətikum, ay Müslim, ay Hani, qalxın yuxuzdan. İmamvuz tək qalıb, İmamvuz köməksizdir. Bu ən böyük mükafat idi Müslümə. O ki eləyə bilmədi, İmam cavablandırdı. Bu gecə Kərbəlada nə xəbərdir? Bu gecə Hüseynin karvanı çatıb Kərbəlaya. Qardaş, bu hansı çöldür? Xanım Zeynəb deyir. Bura qədəm qoyandan dünyanın qəmi çöktür əyimə. Dedilər, bura Kərb-ı bəladır.
Dedi, əuzu billah minəl kərbi vəl bəla. Allaha pənah aparıram qəmdən, qüssədən, bəladan Allaha pənah aparıram. Zeynəbin əziz günləridir. Hamı baxır, gördü ki, Bəni Haşimin igidləri qaçır bir tərəfə hamısı. Sürətlə gəlir, baxdılar, gördülər, bir əzəmətli xanım dayanıb kəcavədə istəyir yerə düşsün. Biri qaçdı, dizini qoydu yerə, Qasim, Əli Əkbər, Əvəlfəz, Hüseyn. İlahi, bu xanım kimdir? Bu Əlinin qızı Zeynəbdir. İzzətlə, cəlalla kəcavədən yerə enir. Hərəsi bir tərəfdən əhatə eləyib Zeynəbi. Deyir, həmin o xanımın vəziyyətinə Məhərrəmin 11-də baxırdım. Elə qaçır sağa, sola, gah qətligaha gedir, gah xeymələrə gedir. Bilmir o yetim uşaqları aram eləsin. Bilmir cənazələrə ağlasın. Deyir, elə ki, uşaqları aram elədi, dedi bir dənə, İcazə verin Hüseyni ziyarət eləyim, gəlim. Aşuranın 11-ci, Məhərrəmin 11-nin söhbətini deyirəm. Deyir, gəldi, gördü başsız bədən. İmam Hüseynə dedi, qardaş, diyan gəlirəm. Bir ziyarət eləyəcəyim yer var, diyan gəlirəm. Deyir, qaçdı Əlqəmin kənarına. Əvəlfəz, bax, gör bacığın qollarını bağlayıblar. Necə dözürsən bu halıma? Necə ola bilər, uzanmısan, məni qolu bağlı aparırlar. Ondan sonra deyir, gəldi ağlaya-ağlaya özün saldı qardaşının cənazəsinə. O kəsib boğazına, belə bir söz dedi, Hüseyin, and olsun canıva, öz ixtiyarımda olsa getməzdim buradan. O qədər ağlayardım, canım çıxıb sənə qovuşana can. Amma mənim əlimdə deyil, zorla aparırlar. İmam Hüseyin ağa məni bağışlasın. Tarix yazır ki, ərəblərdən bir dəstə gəldi, qamçı çıxartdı, qamçı ilə xanımı vura-vura qardaşının cənazəsindən ayırdılar. Əla lənətullah aləl qavmiz zalimin. Esselamu aleykə ya Əba Abdillah. Ya qərib əl-vətən, ya məzlum, ya şəhid. Esselamu alel Hüseyin ve ala Ali ibn el-Hüseyin ve ala Hüseyin ve ala ashabil Hüseyin ver haber. Derdi olanlara dinen gem geldi. Ver haber, derdi olanlara denen gem geldi. Başıma bağla qara, Museme matem geldi. Sine vur sesle Hüseyin'i, Sine vur sesle Hüseyin'i, Gelen perçem geldi. Ay devaden yorulan Mahe Muharrem geldi.
Hüseyin aşıqi Gülzar təvəlladı bura Ayrı fikr eyləmə Dərgahı ibadətdir bura Getmə ayrı qapıya Bab-ı saadətdir bura Bilirsiniz hara gəlmişsiniz Qurban olum sizə Ay hacəti olanlar Ay ürəyində dərdi olanlar Ay olar ki Neçə aylardır gözləyir ki məhərrəm ola Gələrlər hacətlərin İmam Hüseynə deyə Qəm yemə Qəm yemə Qəm yemə Olsan əndazən əgər Dərdün ağır neylə Qəlbimi pak elə Bir dəfə bəl fəzli çağır Hüseyin, 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 Hüseyin Bunlar yoxudum ki biraz halın dəyişə Yapışa İmam Hüseynin ətəyindən Ey bir kəfən Hüseyin, Hüseyin, Hüseyin Məzlum ölər Yarar yağım Hüseyin, Hüseyin, Hüseyin Uryam bədən Hüseyin, Hüseyin, Hüseyin Ey bir kəfən Hüseyin, Hüseyin Uryam bədən, uryam bədən Can, can, səsizə qurban olun Məzlum ölən Hüseyin Elə bu günlər idi Yavaş yavaş oxuyuram Tələsmədən Elə bu günlər idi Müslüm İbni Oğuzəcə ilə Həbib İbni Məzahir Küfənin bazarında bir-birlərinə rast gəldilər Müslüm dedi Həbib Bazara niyə gəlmisən? Həbib dedi Müslüm saqqalım ağarıb Ay olar ki bir ömür İmam Hüseyin qapısında saqqalın ağardım Dedi Müslüm saqqalım ağarıb Gəlmişəm xına alam Xına qoyam saqqalıma Elə bunu deyəndə Oğuzəcə oğlunu ağlatdı Həbibin bu sözü Dedi ey yar bəqa Boşla fəna bazarı Həbib bu hənanın neçə gündən sonra rəngi dəyişər Həbib bu xınanı şu qoydun saqqalı var Neçə gündən sonra bunun rəngi dəyişər Nə inirsən bu xınanı Həbib qulağımı gətir bir söz deyim sənə
Həbib, gəl gedək, nə qədər bağlamayıb Kərbəla bazarı, bazarı, bazarı. Həbib, Zəhranın balası Kərbəlada tək qalıb. Vay, ay, ay. Həbib, Zəhranın balası Kərbəlada təkdir, gedək. Orada bazar təladi, nə həna bazarı. Gəldilər Kərbəlaya, sözüm yox. Necə şəhid oldular, Məhərrəmin əvvəlidir. Bilirsin Kərbəlada hamı şəhid olanda üzün tutub xeymələrə elə bir dəfə deyib Hüseyn, Hüseyn ölürəm gəl dayanma. İmam Hüseyin ağa da ağadır, tez minərdi Zülcənahə, gələrdi başının üstünə. Amma Kərbəlada neçə nəfər İmam Hüseyini çağırmadı. Onlardan biri kim idi? Onlardan biri Hürr idi. Utandı İmam Hüseyini çağırmağa. Dedi mən Hüseynin balaların qorxutmayacağım. Hüseynin bacısı Zeynəbi qorxutmayacağım. Çağırmadı. Ama İmam Hüseyin ağa ağadı. İmam Hüseyin ağadı, özü geldi başının üstüne. Allah ya Ebu Abdillah, sen bil anan Zehra canı, bizim gözümüzde yolda olar can veren zemalilde. Hüseyin bize de bir bayze gezen ağa. Ağa, axı biz senin balalarını korkutmamışıq ağa. Ağa biz neçə illərdir yana yana deyirik Hüseyin. Hüseyin. Allahu Ekber, Allahu Ekber. Ne qəribə məclisdir. Hacı Şahın qardaşım, başımın tacı dedi. Gəldilər, daxil oldular Kərbəlaya. İmam Hüseyin ağanın atı getmədi. Nə qədər hərəkət verdi, at getmədi. Atından düşdü yerə. Başqa bir ata mindi. Hərəkət verdi, o da getmədi. Rəvayətdə var 7 dənə at dəyişdi İmam Hüseyin ağa, heç biri getmədi. Ağa soruşdu, bura haradır, bu yerin adı nədir? Dedilər ağa, bura deyərlər Qaziriyə. Ağa soruşdu, başqa bir adı da var ya yox? Dediler ağa, bura Şəddülfəradda deyərlər. Ağa soruşdu, başka bir adı da var ya yok? Onda gördüler bir koca kişi geldi qabağa, dedi Hüseyin, bura Kərbəlada deyərlər. Bura Neynəvada deyərlər. Allahu Ekber, Allahu Ekber. İmam Hüseyin düştü atından yere. Ha huna mesveku dimaina ve huna mehallu kuburina. Burada bizi şehit eləyəcəklər. Burada balalarımızı şehit eləyəcəklər. Burada bizim qəbirlərimiz olacak. Ama bir söz dedi. Rubabi belağlar koydu.
O Əli Əzğər anasını ağlar qaydı. Dedi ha huna vallahi zibhu atfalina. Burada bizim balamızın boğazını ok vuracaklar. Elə bunu deyəndə gördülər Rubab belə sıqarı bastı ürəyinin başına. Lay lay bala, 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 lay lay bala. Hanım Zeynep gördü, ustadım dedi. Hanım Zeynep'i nə cəlalla indirdiler kəcavədən yerə. Hanım Zeynep belə baxır, görür İmam Hüseyin ağa gah hündür yerlərə diqqətlə baxır, gah alçaq yerlərə diqqətlə baxır. Dolağında bir şey danışır özü ilə. Gördü ama İmam Hüseyin xeymələri vurur, ama alçaq yerə xeymələri vurur. Dedi Hüseyin, qardaş, niyə belə eləyirsən? Axı mənim atam hər vaxt müharibəyə gedərdi, xeymələri uca yerdə vurardı. Dedi bacıcan, bizi şəhid edəcəklər, balalarımı şəhid edəcəklər. Bacı, bu xeymələri çuxur yerə vururam, balalarım biraz az qorxsunlar. Koy biraz rüqəyə balam az qorxsun. Bir ucadan denen Hüseyin, Alev ucaldı Hüseyin, Hüseyin, Hüseyin. Neçə müddətdir sənə Mərsiyə xanəm mola, neçə müddətdir sənə Mərsiyə xanəm mola. Eşidəndən adıvi əşrəvanəm mola. Ağarır başım ağa, yəni ki ömrüm azalır. Qəbrin əvvəl gecəsində nigaranəm mola. Qəbrin əvvəl gecəsində nigaranəm mola, mola. Dolandı aylar. Ayağa durmayın. İçeride olan kardeşlerimden xahişim var. Heç kəs ayağa durmasın. Birinci nohəni inşallah otduğu yerə vuracaq. Dolandı aylar, məhərrəm oldu. Dolandı aylar, məhərrəm oldu. Geyindi aləm qəra Hüseynəm, dubara əsdi qəra ələmlər.
Guruldu teşdi Eza Hüseyin'e Dolandı aylar Muharrem oldu Dolandı aylar Muharrem oldu Geyindi alem Qara Hüseyin'e Dubara esti Qara alemler Quruldu teşdi Aza Hüseyin'e İnnel Hüseyin misbahul huda Ve sefinetun nicah İnnel Hüseyin misbahul huda وسفينة النجاة إن الحسين مصباح من بخ تشسينا إن الحسين مصباح الهدى وسفينة النجاة إن الحسين مصباح وسفينة النجاة dolandı aylar Muharrem oldu Mənə bax Dolandı aylar Muharrem oldu Geyindi alem Qara Hüseyin'e Dubara esdim Qara alemler Quruldu teşdi Aza Hüseyin'e İnnel Hüseyin misbahul huda Ve sefinetun nica İnnel Hüseyin huda Ve sefinet Hamd etsin İnnel Hüseyin misbahul huda Ve sefinetun nica İnnel huda ve sefinetun nica esir demadem nesim-i matem bela ve mühnet havası geldi yine feleyden yanan üreyden ağam Hüseyin vay sedası geldi ağam Hüseyin vay sedası geldi İnnel Hüseyin misbahul huda ve sefinetun nica İnnel huda ve sef Berekallah ehsen İnnel huda ve sefi Telasme ehsen İnnel Hüseyin bahul huda ve Kulası dolandı aylar Muharrem oldu Geyindi alem Qara Hüseyin'e Dubara estim Qara alemler Quruldu teşdi Aza Hüseyin'e Quruldu teşdi Aza Hüseyin'e İnnel Hüseyin misbahul huda Ve sefinetun behbeh İnnel misbahul ve se Berekallah ehsen İnnel ve sefinetun neca İnnel ve sefinetun neca sende bayrak düşer hayale livay sahib liva belfaz cebini yarem
جبینی یاره سمشگی باره گلی بدنن جدا ابوالفضل گلی بدنن جدا ابوالفضل این الحسین مصباح الهدى و سفینة النجاة بارك الله إن الحسين وسفينة النجاة إن الحسين مصباح سینه محکم ور وسفینة نجاة جتر مریضین مطبی عشقم ورر مریضم شفا ابوالفضل چه کربلادم چه چیب gözünden edip di hakkin ada Hüseyin'em edip di hakkin ada Hüseyin'em ada Hüseyin'em ada Hüseyin'em innel Hüseyin misbahul huda ve sefinetun nica innel ve sefine haminel ve sefinetun nica innel Hüseyin da ve sefine nica sende bayrak düşer hayalem sende bayrak düşer hayale livay sahib liva Ebelfez liva Ebelfez bah 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 ahsen maşallah ellerinize kurban olum sende bayrak düşer hayale sende bayrak düşer hayale livay sahib liva Ebelfez cebini yare cebini yare su meşki pare cebini yare su meşki pare koli beden cüda Ebelfez koli beden cüda Ebelfez cüda Ebelfez bah 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 maşallah 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 ahsen getir merizül mutibbi eşge getir merizül mutibbi eşge verer merize şefa Ebelfez verer merize şefa Ebelfez ki Kerbela'da keçip gözünden edibdi hakkın ada Hüseyin'e ada Hüseyin'e innel Hüseyin misbah huda ve sefinetun nica innel Hüseyin misbahul huda ve sefinetun bir de innel Hüseyin misbahul نتون نجا این الحسین آهل nida çağırdı kardeş hayanda sancı çağırdı kardeş hayanda sancak edim dobara seni ziyaret ki feyzi veslün ki feyzi veslün yeter tamame canım fedadır Ağa Hüseyin'e
Ağa Hüseyn'e, Ağa Hüseyn'e, Ağa Hüseyn'e, Ağa Hüseyn'e. Ağam Hüseyn'e, Ağam Hüseyn'e, Ağam Hüseyn'e. Hüseyin yetişdi o dem her aya, görüp veziri kemesi perdi. Bedende kol yok, gözümde kan var, yaralı cismi şikeste perdi, şikeste perdi. İnnel Hüseyin misbahul huda ve sefinetun nica. 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 Halekallah. İnnel Hüseyin misbahul huda ve sefinetun nica. Hüseyin misbahul huda ve sefinetun. Kulak as. Ah Hüseyin ya Mevla, Hüseyin ya Mevla. Aç kolu ver. Dayanma kurban olum. Əhsən. İnşallah dayanma. İkinci nohem öz şairlərimizdəndir, Seyyid Rıza Sərraf. Aç qolları ver. Hüseyin ya Mevla, Hüseyin ya Mevla, Hüseyin ya Mevla, Hüseyin ya Mevla, Hüseyin Mevla, Hüseyin ya Mevla. Eyləmə səfər səmti Kərbəlaya qardaş, eyləmə səfər kəmti Kərbəlaya qardaş, salma bacovi mühnəti bəlaya qardaş, salma bacovi mühnəti bəlaya qardaş, eyləmə səfər səmti Kərbəlaya qardaş, eyləmə səfər səmti Kərbəlaya qardaş, salma bacovi mühnəti bəlaya qardaş, salma bacuvi mühnəti bəlaya qardaş. Qoymaram səni İraqə, yoxdur taqətim fəraqə. Qoymaram səni İraqə, yoxdur taqətim fəraqə. Cavab, qoymaram səni İraqə, yoxdur taqətim fəraqə. Qoymaram səni İraqə, yoxdur taqətim. Bir də qoymaram səni İraqə, yoxdur taqətim fəraqə. Qoymaram səni İraqə, fəraqə. Eyləmə səfər səmti Kərbəlaya qardaş, eyləmə səfər səmti Kərbəlaya qardaş, salma bacuvi mühnəti bəlaya qardaş, salma bacuvi mühnəti bəlaya qardaş. Qoymaram səni İraqə, yoxdur taqətim fəraqə. Qoymaram səni İraqə, yoxdur taqətim fəraqə. Hami qoymaram səni İraqə, yoxdur taqətim fəraqə. Qoymaram səni İraqə, yoxdur taqətim fəraqə. Səndən özgə yoxdur bir nəfər pənahım, səndən özgə yoxdur bir nəfər pənahım. Getmə getsən o cedər səmaya ahım, getmə getsən o cedər səmaya ahım. Qıl tərəhüm ey mənim ümidgahım, qoymaram səni İraqə, yoxdur taqətim fəraqə. Qoymaram səni İraqə, yoxdur taqətim. Əhsən, qoymaram səni İraqə, yoxdur taqətim fəraqə. Hami, qoymaram səni. Aç qolu ver, yoxdur taqətim fəraqə. Səndən özgə yoxdur bir nəfər pənahım, səndən özgə yoxdur bir nəfər pənahım. Getmə getsən o cedər səmaya ahım,
geçsən oz edər səmaya ahım. Qıl tərəhüm ey mənim ümidigahım. Getmə gəlim mislin ey nəvaya qardaş. Getmə gəlim mislin ey nəvaya qardaş. Qoymaram səni İraqa, yoxdur taqətim fəraqa. 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 Bu əzay şahı Kərbəladır yeksər. Bu əzay şahı Kərbəladır yeksər. Ağla sərraf eylə naləyi səməndər. Ağla sərraf eylə naləyi səməndər. Dəmbədəm suğa dilin cəqıl mükərrər. Getmə gəlim mislin ey nəvaya qardaş. Getmə gələm mislin ey nəvaya qardaş. Qoymaram səni İraqa, yoxdur taqətim fəraqa. Qoymaram səni İraqa, yoxdur taqətim fəraqa. Bərəkəllah, qoymaram səni İraqa, yoxdur taqətim fəraqa. Bir də qoymaram səni İraqa, yoxdur taqətim fəraqa. Yəli Kərbəla علمدار حسین یلی کربلا علمدار حسین یلی کربلا علمدار حسین یلی کربلا علم aç qolu yəli Kərbəla علمدار حسین ax yəli علم hamı desin yəli Kərbəla علم çöldə olanı hamı yəli Kərbəla علم Hüseyin mənəm Abbas Əli ibn Əbi Talib Səfdər mənəm Mauh-i Munəvvər mənəm şir-i dilavər mənəm Saği-yu Sağər mənəm Saği-yu Sağər mənəm yekəni leşkər denən Kufədə Heydər yolunu gözləməsinlər denən Kufədə Heydər yolunu gözləməsinlər bugün Kərbəladə mənəm Heydər digər mənəm Fatih Xeybər ax yəli Kərbəla علمدار Hüseyin yəli Kərbəla علم biraz da cuş eləyək yəli Kərbəla علمدار Hüseyin yəli Kərbəla علم mənə bax yəli Kərbəla علم biraz da cuşi mənəm Kərbəla علم yəli Kərbəla علم asqolu bir yəli Kərbəla علم Hüseyin mənəm Abbas Əli ibn Əbi Talib Səfdər mənəm Mauh-i Munəvvər mənəm şir-i dilavər mənəm Saği-yu Sağər mənəm yekəni leşkər denən Kufədə Heydər yolunu gözləməsinlər bugün Kərbəladə mənəm Heydər digər mənəm Fatih Xeybər mənəm Fatih Xeybər yəli Kərbəla علمدار Hüseyin yəli İstədiyim cavabı vermişsiniz qurban olum yəli Kərbəla hal verin mənə Hüseyin yəli Kərbəla علم Hüseyin mənə bəl fəzləməli tək olaram cəngəl dövran mənəm hafiz Qur'an mənəm xəncər burran mənəm əkcə şiran əmən namə cırıb can alaram namə yazandan əmən namə cırıb can alaram namə yazandan uzun qollarım əlan olub bayrağı Qur'an yəli Kərbəla علمدار Hüseyin yəli Kərbəla علمدار Hüseyin yəli Kərbəla علمدار Hüseyin yəli Kərbəla
Hüseyin qədd o qamətdə qiyamətdi, uca qaməti vardı, gözəl heybəti vardı, əcəb cürəti vardı. Görüblər biləyində betər qudrəti vardı, görüblər biləyində betər qudrəti vardı. O qaçanlar yıxılıb səs verəcək zərbəti vardı. Əbəl fəzli Əlidir, Əli qeyrəti vardı, nə xoş izzəti vardı, nə xoş izzəti vardı. Yəli Kərbəla ələmdar Hüseyin, Yəli Kərbəla ələmdar Hüseyin, ax Yəli Kərbəla ələmdar Hüseyin, Yəli aç qolu Hüseyin nəfəsin eylədi tazə, dolandırdı üzün miri hicazə, əvvəl aldı icazə, sonra kim gəlib Əbbasa tərəf oldu cənazə, sonra kim gəlib Əbbasa tərəf oldu cənazə. Səsin saldı boğazə, səsin saldı boğazə, ucadan səslədi bu səhvləri sındırmasam olmaz. Əmənnamə yazan əlləri sındırmasam olmaz. Əlinin yerinə Xeybəri sındırmasam olmaz. Əlinin yerinə Xeybəri sındırmasam olmaz. Kufəni qərq edəcəm mən qanə, Yəli Kərbəla ələmdar Hüseyin, ax Yəli qurban olum Yəli Kərbəla. Cavab ver, dayanma, boş yerə gəlməmisən. Yəli Kərbəla, cavab ver. Qavri Hüseyin nəfəsin eylədi tazə, dolandırdı üzün miri hicazə, əvvəl aldı icazə, əvvəl aldı icazə. Nəfəsin eylədi tazə, dolandırdı üzün miri hicazə, əvvəl aldı icazə, sonra kim gəlib Əbbasa tərəf oldu cənazə. Səsin saldı boğazə, ucadan səslədi bu səhvləri sındırmasam olmaz. Əmənnamə yazan əlləri sındırmasam olmaz. Əlinin yerinə Xeybəri sındırmasam olmaz. Az Yəli Kərbəla ələmdar Hüseyin, Yəli Yəli Kərbəla ələmdar Hüseyin, Yəli Yəli Kərbəla ələmdar Hüseyin, 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 Yəli Kərbəla ələmdar cevap ver Hüseyin. Vay Hüseyin, vay. Maşallah Hüseyin, vay.
Aç kolu ver. Oy, mənə bax, hayye aləl rəza, hayye aləl buka, fi mavtəmil Hüseyin, məzlum Kərbəla, Hüseyin var. Cevap sen. Devam ediyoruz. Ya Hüseyin, vardı başımda ya Hüseyin, havaya salar behişti yadıma, salar behişti yadıma, safaya beynol haremin. Ayolar içi bizden Kerbela'ya gelebilmediler. Ve ya olar ki geldiler ama qədrim bilmediler. Ay olar ki yenə də ürəkləri Kərbəla istəyir. Gecə gündüz deyirlər Hüseyin ağa bir dəvət elə. Ağacan
Gəldik Ərəfədə səni ziyarət elədik. Amma ağa doymadıq səninlə. Hüseyn, sənə yaxşı zəvvar ola bilmədimsə məni bağışla ağa. Səni yaxşı ziyarət eləyə bilmədimsə məni bağışla ağa. Ağanı alar bu gecədə adımı yaz dəftərə. Denən filan kəs qeyd elədim səni də. İnşallah yaxın günlərdə gələrsən, o Beynül Hərəmeynimdə əyləşərsən. Vardı başımda ya Hüseyin, havayı Beynül Hərəmeyn, salar behişti yadımə, sefayı Beynül Hərəmeyn. Vardı başımda ya Hüseyin, havayı Beynül Hərəmeyn, salar behişti yadımə, sefayı Beynül Hərəmeyn. Görməmişəm behişti mən, mənzilətin eşitmişəm. Yoxdur behişdə hacətim, kərb-u bəlaya get. Görməmişəm behişti mən. Bacılarımın səsi gəlir oradan, bilirəm, ürəkləri istəyir. Görməmişəm ağa behişti mən, mənzilətin eşitmişəm. Yoxdur behişdə hacətim, kərb-u bəlaya getmişəm. Mən ki behişt ağasına ərzə iradət etmişəm. Dayanmışam hərəminə üzbəyüz, əlimi qoymuşam sinəsinə, demişəm Hüseyin, Hüseyin selamun əleyk, Şah selamun əleyk, Hüseyin selamun əleyk, Şah selamun əleyk. Qanına qərq olmuş kərb-u bəla şahi, yandırır əflaki ürəkdəki ahi. Hacı Əkrəm, qurban olaram sənə. Günorta vaxtı göndərdim bunu mənə, axtardım, oxuyuram inşallah sizə. Qanına qərq olmuş, bilmirəm Məhərrəmin əvvəlində nədir, İmam Hüseynin şəhidlik rozasını oxuyuram. Qanına qərq olmuş kərb-u bəla şahi, yandırır əflaki ürəkdəki ahi. Yaralıyət şandı, yox o şəhəyavə, gələn vurur neyzə, gedən vurur xəncər. Qətligəhə yarəb, gəlib gedən çoxdur, Hüseyni Zəhraya rəhm eləyən yox. Qətligəhə yarəb, gəlib gedən çoxdur, hələ bir daş alıb əlinə, Hüseyni Zəhraya rəhm eləyən yoxdur. Vay Hüseynim vay, məzlum Hüseynim vay, Ətşan Hüseynim vay, qərib Hüseynim vay. Deyirsən mənlər vay Hüseynim vay, məzlum Hüseynim
Ətşan Hüseynim var. İcazə verin bir də deyim. Məzlum Hüseynim vay qanınə qərq olmuş, Kərbəla şahi yandırır əflaki ürəkdəki ay. Yaralıyət şandı, yox o şəhəyavər, gələn vurur neyzə, gedən vurur xəncər. Qətli gəhə yarəb, gəlib gedən çoxdur, Hüseyin-i Zəhraya rəhm eləyən yoxdur. O vaxt olub Allah şimrilə incəldi, Zeynəb-i Kübranın qəlbini qəmdəldi. Əlləri başında gəldi xanım Zeynəb, Yəbnəl Həsən əffet, ağırlaşıb mətləb. Ya İmam-ı Zaman məni bağışla ağa, məni bağışla ağa. Təllə çıxanda ağladım, nalə mənə rəviyyədi, rəhbər karivan dedi, bu təli Zeynəbiyyədi. Nalə səsi gəlir o da zümzüme-i rüqəyyədi. Belə yana yana deyir vay, baba 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 baba, vay ata 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 ata, vay ata ata. اللهم إنا نسألك وندعوك باسمك العظيم الأعظم الأعز الأجل الأكرم وبالحسين يا الله 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 يا الله. İlahi əllərimizi naumid qaytarma, amin deyən dilləri lal öldürmə. Bu əzadarlığı bizdən qəbul elə. Bu məhərrəmi axırıncı məhərrəmimiz qərar vermə. Xüsusən bu 10 gecənin feyzindən, Aşura feyzindən, Şam-ı Qəriban feyzindən bizi binəsib eləmə. Dünyada İmam Hüseyin ağanın Kərbəlasının ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləmə. Hər kimin ürəyində nə hacəti var, nə dərdi var, dərdin götürüb gəlib Hüseyin qapısına, İmam Hüseynin əzaxanəsinə, səni and verirəm Seyyid-i Şühədanın məzlumiyyətinə, hamımızın hacətlərimizi rəva elə. Bütün çətinliklərimizi, müşküllərimizi öz qüdrətli əlindən həll elə. İşğal altında olan torpaqlarımızı azad eləməkdə bizə kömək elə. Bu torpaqların azadlığı uğrunda canını fəda eləmiş əziz şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Torpaqlarımızın keşiyində dayanan əskərlərimizi, zabitlərimizi, ordumuzu ağla gələn, gəlməyən bəlalardan hifz elə. Ömrümüzün axırınacan bizə halal, minnətsiz ruzi mərhəmət elə. Dünyanın hər yerində insanlara zülm eləyənlərə lənət elə. Əhl-i Beyt məddahlarını, dəyərli Seyyid Peyman qardaşımızı xanım Fatimə Zəhradan kənara salma. İmam Hüseyin ağaya ağlayan gözləri, qəmlənən ürəkləri cəhənnəm odunda yandırma. Bu danışılan sözləri hamımızın qəlbimizdə təsir elə. Bu əzadarlıqda xidmət eləyən, iştirak eləyən, hər növlə bu məclislərə xidmət eləyən, öz iştirakı ilə bu məclisləri abad eləyənlərin hamısının dünyasının, axirətini abad elə. İmam Zaman ağanın mübarək olan qəlbimizdən razı elə. Bu ağamızın zuhurunu tez elə. Haqqı Muhammedin və alih və bil-Fatihə məs-salavat.